Hər il 7 iyun tarixində qeyd olunan Ümumdünya Qida Təhlükəsizliyi günü qida təhlükəsizliyinin insan sağlamlığı, iqtisadi inkişaf və cəmiyyətin rifahı üçün əhəmiyyətini bir daha diqqətə çatdırır. Bu ilin mövzusu qida mənşəli xəstəliklərin və qidadan qaynaqlana biləcək risklərin yükünün qiymətləndirilməsinin, elmi əsaslı qərarların qəbul edilməsinin və effektiv həllərin vacibliyini ön plana çıxarır. Bu ilki şüar isə belədir: çətinliklərdən həllərə doğru, hər yerdə təhlükəsiz qida. Bu şüar bizə çox vacib həqiqəti bir daha xatırladır ki, hər an, hər bir ölkədə hər kəs zərərli qidaya, təhlükəli qidaya və ondan qaynaqlana biləcək qida mənşəli xəstəliyə məruz qala bilər. Bu yalnız insan sağlamlığına mənfi təsirlə məhdudlaşmır. Bu iqtisadi yük yarada bilir, bu səhiyyə xərcləri yaradır və sahibkarlıq subyektlərinin reputasiyasına, fəaliyyətinə mənfi təsir göstərə bilər. Məhz bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı qida mənşəli xəstəliklərin yükünün müəyyən edilməsinə xüsusi diqqət ayırır. Bu nə deməkdir? Qida təhlükələri və onların yarada biləcəyi qida mənşəli xəstəliklər, onlar haqqında məlumatlar praktik həllərə çevrilməlidir. Necə? Bu məlumatlardan qida təhlükəsinə nəzarət edən qurumlar öz nəzarətinin gücləndirilməsində istifadə etməli, sahibkarlıq subyektləri fəaliyyətlərini daha qabaqcıl təcrübələrə, daha əsaslanaraq daha düzgün təşkil etməli və ən əsası istehlakçılarımız bu məlumatlarla maariflənməli və daha düzgün qida seçimləri etməlidir. Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması, qida risklərinin idarə edilməsi və istehlakçıların sağlamlığının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahədə həyata keçirilən tədbirlər qida zəncirinin bütün mərhələlərində nəzarətin gücləndirilməsinə, maarifləndirmənin artırılmasına və beynəlxalq standartlara uyğun təhlükəsizlik sistemlərinin tətbiqinə yönəlib. Ümumdünya Qida Təhlükəsizliyi günü bizə bir daha xatırladır ki, təhlükəsiz qida hər bir insanın hüququdur və sağlam cəmiyyətin və dayanıqlı gələcəyin əsas şərtlərindən biridir.